deməmişəm yaxından çəkmə. Yasamal rayonu Yeni Yasamal qəsəbəsində 16 mərtəbəli binanın 4-cü mərtəbəsində tam təmirli 98 kvadrat mənzil sizə təqdim edirəm. Mənzilimiz 2 otaqlıdır. Bura mənzilimizin qonaq otağıdır. Gördüyünüz kimi çox böyük bir qonaq otağı var. Qeyd edim ki, mənzilimiz 98 kvadratdır, 2 otaqlı mənzildir və 3-cü mərtəbədədir. Buyurun, qonaq otağımızı ətraflı çəkin. Mənzilin sənədi kupçadır. Qazı, suyu, işığı daimidir. Bütün iaşə obyektlərinə yaxındır. Sən deməmişəm yaxından çəkmə. Xəcid. İpotekaya yararlı bir mənzildir. Bura mənzilimizin hol hissəsidir. Bura giriş qapısıdır. Giriş qapısından da yenə belə geniş bizi bir hol qarşılayır. Buranı da çəkin, zəhmət olmasa. Burada çox gözəl, mənim ən sevdiyim, həmişə evlərdə qeyd edirəm ki, bura şkaf yeri var, burada da var, burada da var, burada da var. Gedək sizi mənzilimizin yataq otağı ilə tanış edim. Burada geniş bir işıqlı yataq otağıdır. Buyurun, çəkə bilərsiniz. Yataq otağımızın balkonu da var. Balkona qədər genişdir. Bu boyda balkonu var. Çox səliqəli. Sevirəm belə açıq balkonları. Həyəti gör, çəkmə həyəti. Çəkmə, həyət sürpriz olsun, çəkmə. Binanın çox qəşəng, maşın girməyən bir, uşaqların oynamağı üçün bir gözəl həyəti var. Çəkmirəm həyəti. Gələrsiniz, baxarsınız, görərsiniz. Tək-tük binalarda bu cür həyət var. Balkondan da mətbəxə giriş var. Bura mənzilimizin geniş mətbəxidir. Gördüyünüz kimi mətbəximiz də əladır. Mənzil 98 kvadratdır. Mənzildə yataq otağı da genişdir, qonaq otağı da genişdir, mətbəx də genişdir. İndi keçəcəm sizə sanuzelləri çəkməyə. Qeyd edim ki, binanın yeraltı dayanacağı var. Qaraj demirəm, dayanacağı var. Özünüz gələrsiniz, görərsiniz. Məncə bu fürsəti qaçırmayın. Keçək mənzilin. Mən sanuzelləri çəkməyi sevmirəm, amma yəni mənə deyirlər ki, çəkin. Bura mənzilimizin hamam otağıdır. Mənzilimizin qardırobu da var burada. Baxın, buranı qardırob eləyiblər. Paltar yuyan, paltar qurudan belə şeyləri istifadə eləmək üçün. İndi sürprizi anlatsın. İndi sürprizi açıqlayıram. Bu möhtəşəm mənzil. Balkonda deyəcəm bu sözləri. Gəl balkona çıx. Balkon işığı var. Bu möhtəşəm mənzilin 3 otaqlı, 98 kvadrat, kupçalı, ipotekaya yararlı, çox möhtəşəm həyəti olan bir binadır. Mənzilin qiyməti neçədir? 199 min. Mənzilimizin qiyməti 199.099 manat. Buradan sizə endirim olacaq o 99 manat. Yox, 99 manat 99 qəpik. Təbii ki, bu bir zarafatdır. Real alıcılara ev tərəfindən, ev sahibi tərəfindən endirimlər də olacaq. Məncə bu mənzili qaçırmayın. Çünki 2 otaqlı 98 kvadrat mənzil tapmaq çox çətindir. 3-cü mərtəbə, çox gözəl həyəti. Nə deyirlər buna? Bir dənə söz deyim. Buranın ideal vəziyyətdə otaqlı mənzildə çevirmək çox asandır. Yəni, balkonun yarısını kəsək, mətbəx öldürmək. Bəli. İdeal vəziyyətdə çox əldə eləmək. Bəli. Yəni, bu günlərində 98 kvadrat 2 otaqlı mənzil bu qiymətə yox. Bəli. Çünki balkon çox böyükdür. Bu balkonu çox asanlıqla
mətbəx eləmək olar. Çox rahat da mətbəx olar. Mətbəxi yenə bir yataq otağı eləmək olar. Hətta qonaq otağından da bölüb bir otaq edə bilərsiniz. Çünki o ev çox böyükdür. 3 otaq, hətta 4 otaq belə edə bilərsiniz bu mənzili. Dedim sizi mən də salamlayayım, salam hər vaxtınız xeyir olsun. Deməli bu mənzil yerləşir Yeni Yasamalın ən gözəl yerində və Yeni Yasamalın ən gözəl inşa olunmuş binasında yerləşir. Mən deməmişdim. Mən də deyirəm də. Qazı, suyu, işığı var və daimidir. Kupçası var. Yeraltı dayanacağı var. Liftləri yeni və işləş vəziyyətdə var. Həyəti super. Nə bilim, qonaq otağı, yataq otağı. Mən hara gəlsəm, mən də çəkdim. Qamatı ev lazım. Mən niyə sevmirsən? Uşaqların oynaması üçün, əyləncəsi üçün bağlı həyəti. Yəni bu həyətə maşın zad girmir ha. Mənzilin qiymətini dedi, amma mənzilən bir başqadır da. Mənzilin qiyməti 199 min. Də götürə var. Həmçinin onda Na Bulvar,